Qurana əgər hədislər açıqlayıbsa, elə isə Quranın 6236 ayəsinin təfsirini həmin hədislərdə tapa bilirikmi? Əlbəttə xeyr. Təsəvvür eləyin, Kutub-i Sittə, yəni 6 hədis kitabı adlandırılan həmin o kitabların üçündə Nəsai'nin, Əbu Davudun, İbn Macənin hədis kitablarında heç adicə Quran təfsiri ilə əlaqəli bir fəsil görə bilmirsiniz. Təkcə Buxarinin, Müslimin, bir də Tirmizinin hədis kitablarında Quran təfsiri ilə bağlı bir bölümün olduğuna şahid olur. Məsələn, Buxariyə baxdığımız zaman orada 416 ayənin, Tirmizidə 378 ayənin, Müslimdə isə cəmi 21 ayənin təfsiri verilib həmin bölümlərdə. Bunlar da birlikdə 815 ayənin təfsiri deməkdir. Bəs yerdə qalan 5421 ayənin təfsiri hanı? Yəni bunu da iddia eləyə bilərsiniz ki, bunların bəziləri açıq idi, bunların açıqlanmağa ehtiyacı yox idi. Yaxşı, Peyğəmbər o zaman təkcə açıqlanmağa ehtiyacı olan 815 ayənin mi təfsirini verdi? Açın o təfsirlərə baxın. Onlar görək açıqlanmağa ehtiyacı olan ayələr idi, yoxsa açıqlanmağa ehtiyacı olmayan hər kəsin oxuduğu zaman anlaya biləcəyi ayələr idi? Siz dostlar bu cür sözlərlə Allahın kitabının dəyərini salırsınız. Hədislərə möhtac olduğunu deyirsiniz. Siz həqiqətən nə dediyinizi dərk edirsiniz? Allah nəyi Quranda çatdıra bilmədi ki, hədislərə ehtiyac yaranır? Təsəvvür eləyin, hədisləri Quranın bənzəri olaraq qəbul edənlərin hədis kitablarında Peyğəmbərin hədisləri yazmağı qadağan elədiyi bildirilir.